Bəli, əziz tamaşaçılar, biz dəyərli sənətkarımız Tamilə Ələkbərova ilə gəldik. Sevimli diktorumuz Ofelia Sənaninin yaşadığı binanın qarşısına. İndi gedirik Ofelia Sənaninin evinə. Təbrik eləyək onu, götürək onu, gedək bağa. Bəli, götürək gedək Nailə xanımgilə. Gəldik, Ofelia xanımın evinə çatdıq, axırı ki. Aycan. 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək. Aha gedirik, Nailə gözləyir bizi. Sən al. İslamzadə əlbəttə. Mən də getməliyim. Bəli, siz də getməlisiniz. Nə danışırsan? Bəli, bəli. Sizi biz gözləyərik, siz geyimimizi hazırlayarsınız, gedərik. Tez geyin, gedək, tez. Bəli. Yadıva salgının cavanlıqda biz necə bir dəqiqənin içində geyinib qaçırdıq. Gözləmirdiniz bizi bu günləri, hə? Sürprizi. Canım üçün gözləmirdim. Ofelia xanım hazırlaşır. Sürprizdən xəbərsiz idi. Dedik ona da sürpriz olsun bugün. Gözləyirik Ofelia xanım hazırlaşsın. İnşallah gedək Nailə xanım zəng vurub məndən soruşur ki, nə vaxt gəlirsiniz? İnşallah gəlib çatarıq. İftara gəlib çatarıq. Bəli, əziz tamaşaçılar, bugün çox maraqlı bir efir olacaq. Sevimli diktorumuz, əməkdar artistimiz Nailə İslamzadənin yaşadığı evə gedəcəyik. Bugün o bizim üçün süfrə açıb, axşamdan bəri yeməklər hazırlayıb. Bugün çox maraqlı olacaq. Orada mən daha iki sənətkarımızı qonaq çağırmışam. Onlar kimlərdir? Gözünüz ARB televiziyasında bir gün verişində olsun. Çünki bir gün verişi həqiqətən çox maraqlıdır. Çünki burada sənətkarlar olur. Hər zaman sözün qiymətini bilən insanlar olur. Odur ki, gözünüz ARB televiziyasında olsun. Bu dəfə bir gün tamaşaçıları sənət və televiziya tarixində öz izini qoymuş xanımların dünyasına aparacaq. İstədim ki, xanımları bu günləri bir gün verişində yad edək. Verilişin qapıları bu dəfə diktor Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadənin evində açılır. Doğma insanlar var bugün yanımda. Onun qonaqları isə illərin yaddaşına çevrilən xalq artisti Ofelia Sənani, əməkdar diktor Tamilə Ələkbərova və xalq artisti Nasbəri Dostəliyeva. Bu səmimi görüşə xüsusi rəng qatan qonaqlardan biri də Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev olacaq. Kadın bu dünyada olmasa yaradıcılık olmayacak. Yalçın Uğur'un təqdimatında bu xüsusi buraxılışda səmimi anlar yaşanacaq. Bəli, əziz tamaşaçılar, Ofelia xanım da hazırdır. Hə, Ofelia xanım? Bəli, hazıram, tam hazıram. Bilirsiniz, indi sizə hara aparacağıq? Hara gidirik? Gedirik sevimli diktorumuz Aha. Nailə İslamzadənin evinə. Oo, nə danışırsan? Bilir gələcəyi. Bəli, bilir. Ya mənə kimi bir xəbər gələcəksin. Yox, gözləyir bizi, gözləyir. Can, gəlirik. Sabah 8 Martdır, Beynəlxalq Qadınlar Günüdür. Bugün 7 Mart. Dedim elə bir gün qabaq bu günü qeyd edək. Ay İftar süfrəsi açılır. Hamının bayramını təbrik İftar. edirəm. Bütün qadınların bayramını. Qadınlarımız əziyyət çəkməsinlər. Qadınlarımız həmişə şən olsun. Həmişə ürəkləri fəxr edəsin balaları ilə. Həqiqətən ailə başçısı olsunlar həmişə. Qəmgin günlər görməsinlər. Amin. Həmişə şən günlər görsünlər. Ay Allah, ürəkləri həmişə yerində olsun. Bax, bu görüntüdən gözəl görüntü harda var? Hə, Tamilə xanım? Deyirəm, o arxasını görmür axı. Deyirəm, mən kömək eləyim də. O xoşumdur mənim, o Qadın səliqəli çıxmalıdır O həmişə. ilə bizi yol yoldaşı olmuşuq. Neçə illər, neçə dəfə. Özdə ki, gedirdik. Xaricdə. Natavan rəhmətli deyirdi ki, bu xəstə deyə, bu qalıcı daldı.
Biz qabaqda olacağıq. Bir də görürdüm ki, o feri yoxdur, gedib hara. Natavanla biz arxadayıq. Samira xanım, bu günləri qəşəng gündür, gözəl gündür bu gün. Bəli. Bu gün xatirələrlə dolu bir günlər olacaq. Xatirələr danışacaqsınız, amma gedək. Bizi gözləyir Nailə xanım. Gedək. Bəli, Ofeliya xanımgildən çıxdıq. İndi gedirik Nailə xanımgilə. Əziz tamaşaçılar, bu gün çox maraqlı olacaq.